ABŞ prezidenti Donald Trump Tayland və Kamboca arasında düşmənçiliyin dayandırılmaması təqdirdə, bu ölkələrin hakimiyyətini onların məhsullarına yeni tariflər tətbiq etməklə hədələyir. Pancomi TV xəbər verir ki, Amerika lideri bunu The Wall Street Journal qəzetinə verdiyi müsahibədə bildirib. Əgər müharibəyə başlasanız, mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm deyə Trump əlavə edib ki, bunu məndən başqa heç kim edə bilməz. Müsahibə cümə günü qeydə alınıb. Görünür, Trump həmin gün Tayland və Kambocanın baş nazirləri ilə apardığı telefon danışıqlarına istinad edirdi. Trump tariflərin tətbiq edilməsini öz administrasiyası üçün vacib bir xarici siyasət aləti kimi qiymətləndirib. O vurğulayıb ki, ABA Ali Məhkəməsi tərəfindən bəzi tariflərin ləğv edilməsi ölkəsi üçün dəhşətli nəticələrə səbəb ola bilər. Lakin Amerika lideri buna baxmayaraq, əlavə tariflər tətbiq etmək üçün hüquqi əsaslar tapacağına əmin olduğunu qeyd edib. ABA Ali Məhkəməsi bu məsələyə hələ də baxır. Dekabrın 7-də Kamboca-Tayland sərhədi boyunca silahlı toqquşmalar baş verib.